Bura illərdir yalnız kişilərin oturduğu yer olub. İctimai nəqliyyatın sükanı arxasında qadın görmək nadir, bəzənsə də mümkünsüz hesab olunurdu. Lakin Bakubasın elan etdiyi vakansiyadan sonra artıq avtobusların sükanları arxasında qadınları da görmək mümkün olacaq. Bakubas MMC-nin bu təşəbbüsü yalnız bərabərlik deyil, eyni zamanda peşəkar inkişaf və qadınların yeni sahələrə inteqrasiyası baxımından da mühüm bir yenilikdir. Bakubas MMC-nin şöbə müdürü bildirir ki, artıq ilkin mərhələdə ondan çox qadın vakansiyaya müraciət edib. Xanımlardan yeganə tələbimiz ondan ibarətdir ki, sürücülük vəsiqəsində D kateqoriyalı olmalıdır və bundan əlavə yaşları 25-dən az, 65-dən çox olmamalıdır. 8 saatlıq rejimdə D kateqoriyası sürücülük vəsiqəsi əldə etdikdən sonra Bakubasın istismarında olan şəhər daxili bütün xəttlərdə fəaliyyət göstərə bilərlər. Bu təşəbbüs cəmiyyətin köhnə stereotiplərini qıraraq yeni tendensiya başladacaq. Mən pis baxıram belə şeylərə. Lap qadın maşın da sürsün, üçün bunu marşrut sürəcək. Mən xoşlanmıram. Əla, gidəcəksən, o cür xanım oturub orada. Ekspertlər bildirir ki, bu addım illərlə dünyada formalaşan gender bərabərliyi və qadın iştirakçılığı tendensiyasını ölkəmizdə də gücləndirəcək. Qadın pilotlarımız var, qadın gəmi kapitanlarımız var. Həmçinin mən deyirdim, postsovet məkanında ilk imza atan məhz Bakı oldu ki, qadın maşinistlər, metro maşinistləri, dəmir yolunda aktiv işlər bu yöndə gedir və avtobus bu trenddən kənarda qalmamalıdır və qadınlarımız nəqliyyatın fərqli segmentlərində təqdim olunduğu kimi avtobus segmentində də təqdim olunsalar çox gözəl bir hal olar. Peşəkarın cinsi olmur. Yəni ya qadın da peşəkar ola bilər, kişi də peşəkar ola və yaxud qeyri-peşəkar da ola bilər. Qadın avtobus sürücüləri dünya təcrübəsində artıq illərdir ki mövcuddur. Almaniyada, Fransada, İsveçdə, Türkiyədə və bir çox ölkələrdə qadın sürücülər bu sahədə geniş təmsil olunurlar. Bu ölkələrdə aparılan araşdırmalar göstərir ki, qadın sürücülərin iştirakı sərnişin məmnuniyyətini artırır, təhlükəsizlik göstəricilərinin yaxşılaşmasına və xidmətə qarşı inamın güclənməsinə təsir göstərir. Qeyd edək ki, müvafiq vəzifə üzrə əmək haqqı 1460 manat məbləğində müəyyən olunub. İşə qəbul olunmuş sürücülər Bakı şəhəri daxilində Bakubas MMC-nin istismarında olan bütün marşrut xəttləri üzrə fəaliyyət göstərə biləcəklər.